Hər vaxtınız xeyir, Sport Info TV izləyiciləri, hər birinizi xoş gördük. Mən Elçin Cəfərov yeni video ilə qarşınızdayım. Həmişə olduğu kimi bu dəfə də videomuza keçməmişdən öncə Sport Info TV'nin YouTube kanalına abunə olmağı və izlədiyiniz videoları bəyənməyi sizdən xahiş edirik. Bəli, əziz dostlar, Azərbaycan Premyer Liqasında 2024-2025-ci il mövsümünə yekun vuruldu. Çempionatın, yəni cari mövsümün son turunda maraqlı qarşılaşmalar izlədik. Xüsusilə Turan-Tovuz Kəpəz maçında meydan sahiblərinin 4-0 hesablı qələbəsi var. Ümumiyyətlə maçlar haqqında mən deyərdim son turda belə deyək, o qədər belə maraq qalmadığına görə, yəni bir çox komandalar da yəni tətil havasındaydılar, belə deyək. Yəni Səbail çempionatla vidalaşdı, Premyer Liqanı tərk elədi, 1-ci liqada mübarizə aparacaq növbəti mövsümdən etibarən və evdə Sumqayıt qarşısında 1-4 hesabı ilə məğlub oldu. Əslində gözlənilən idi, motivasiya o deyil idi. Sumqayıt isə son turu qələbə ilə başa vurub yeni mövsümün hazırlığına başlamağa belə biraz yüksək əhval-ruhiyyə ilə belə tətilə yollanmağı düşünürdü futbolçular və 4-1 hesablı qələbə var. Mən ümumiyyətlə bu maçlar haqqında nəsə bir təhlil edib, nəsə bir rəylə dəyərləndirmək mən deyərdim ki, düzgün deyil. Yəni qeyd etdiyim kimi bir çox futbolçular, hətta komandalar tətil havasındadır. Əsasən diqqət cəlb edən qarşılaşma Turan-Tovuz Kəpəz maçı idi ki, hansı ki meydan sahiblərinin qərb derbisində 4-0 hesablı qələbəsi qeydə alındı. Oyundan 1-2 gün öncə Kəpəz rəhbərliyi ilə baş məşqçi Azər Bağırov arasında görüş baş tutmuşdu və bu görüşdə tərəflər müəyyən məsələlərdə ortaq məxrəcə gələ bilmədilər və yekunda Azər Bağırovla yollar ayrıldı. Mən gənc mütəxəssislərin tərəfindəyəm, hər zaman onlara dəstək nümayiş elətdirirəm. Məhz bu ayrılıqdan sonra Kəpəzlə də bağlı çox önəmli dəyərləndirmələrim olacaq. Bugün futbol manşet verilişini izləyə bilərsiniz. Saat 21:00-dan etibarən həmkarım Ramiz Mirzəzadə ilə bərabər bu ayrılığın təfərrüatlarına varacaq və bu görüşdə nələr danışıldı, nəyə görə yollar ayrıldı və yeni namizədlər kimlərdir? Onu qeyd etmək istərdim ki, legioner deyil. Legioner olsaydı mən tam fərqli formada yanaşacaqdım bu mövzuya. Məncə Kəpəz rəhbərliyi Azər Bağırova müəyyən hörmətsizlik etdi. Yəni bunu bir mənalı şəkildə qeyd etmək istəyirəm. Bu göstərilən nəticələrin qarşısında bu addım atılmamalıydı. Hansı addım bunu biraz axşam daha detallı bu barədə danışacağım. Amma ortada olan reallıq var ki, belə bir məsəl var. Ümumiyyətlə deyir, düzəlməyən işə göndərdilər, adını yarıtmaz qoydular, amma Azər Bağırovu düzəlməyən işə göndərdilər və yekunda nəticədə qazandı. Komandanı Premyer Liqada saxladı. Bir çoxlar üçün sürpriz də sayıla bilərdi ki, necə olacaq Kəpəz Premyer Liqada qala biləcəkmi? Sualı ünvanlayırdılar bir-birlərinə. Amma gəldi, yarıtdı. Amma Kəpəzin yeni rəhbərliyi, mən daha ağır ifadələr səsləndirmək istərdim, amma etmirəm. Yəni yarıtmaz demək istəyərdim, amma hələ izləməliyik, görək, yəni nə kimi işlər görəcəklər, amma halallıq çox önəmlidir. Yəni həqiqətən hər bir işdə halallıq çox önəmlidir. Məncə bu ayrılıq belə olmamalıydı. Daha detallı futbol manşet verilişində bu axşam saat 21:00-da Sport Info TV'nin YouTube kanalında canlı yayımda bu barədə geniş danışacaq. Araz Naxçıvan Zirə maçında Zirə yəni doymaq bilmir, qələbələrə doymaq bilmir. Bəlkə bugün bir hansısa bir komandan hazırlıq oyunda keçsə, onu da qələbə ilə başa vurmaq istəyəcək. Yəni çox önəmli mövsüm keçirdi. Zirədə Rəşad Sadıqov faktoru ön planda oldu. Klub rəhbərliyi Rəşad Sadıqov tandemi edilən düzgün oyuncu seçimləri ilə öz sözünü dedi. Avrokubokda daha yaxşı nəticələr gözləyirik bu çıxış fonunda. Sabah Neftçi üzərində 1-0 hesabı ilə qələbə qazandı. Neftçidə zaten bütün əksər futbolçuların, mən deyərəm 70-80% komandada qalıb-qalmayacağı bilinmir. Yəni onların əksəriyyəti ilə yollar ayrılacaq. Əslində ayrılmalıdır da. Yəni Neftçi səviyyəsinə uyğun oyuncular demək olar ki 20% tapsa Neftçidə hal-hazırda böyük bir şeydir.
Şamaxı Qarabağ maçında isə Qarabağ yerində 1-0 hesabı ilə qələbə qazanmağı bacardı. Yəni ümumi bir dəyərləndirmə göstərsəm maraqlı çempionat izlədik. Əslində mən istərdim ki, son tura qədər bu gərginlik, liqdə qalma, düşmə məsələləri bəlli olmayaydı. Xüsusilə ikinci, üçüncü pillələr uğrunda gərgin mübarizə gedərdi. Amma ötən mövsüm tam fərqli idi. Ötən mövsüm daha maraqlı idi. Odur ki, yəni bu mövsümdə Qarabağ, Zirə və xüsusilə Turan Tovuz, Kəpəz, yəni bu kimi komandaların müəyyən oyun planları üzrə dəyərləndirmək olardı. Odur ki, artıq qaldı Azərbaycan Kubokunun finalı, Qarabağ və Sabah komandaları üzrə gələcəklər. İnşallah yeni videolarda görüşmək ümidi ilə axşam saat 21:00-da Sportinfo TV-də futbol manşet verilişini canlı yayında izləməyi unutmayın. Daxil olun, rəylərinizi də yazın ki, canlı yayında bizlə bərabər iştirak eləyəsiniz və sizin rəyləriniz ətrafında fikir mübadiləsi aparaq. Hələlik görüşmək üzrə.